Sevən kişi sevdiyi qadından cinsəllik düşünərmi? Sualına bugün cavab tapacaq. Deməli, sevən kişilər necə olur? Sevən kişilər ilk görüşmədə, ilk yazışmada heç bir zaman qadını öpmək, toxunmaq, sevişmək, bu kimi fikirlər heç vaxt düşünməz. Bu kimi düşüncələrə heç bir zaman düşməz. Çünki bəzi kişilər üçün ilk gecədə və yaxud bir neçə gecədə sevişib və yaxud da müəyyən bir münasibətdə olub bitirəcəm kateqoriyalı qadınlar var. Və sevən kişilər, həqiqətən ciddi düşünən kişilər heç vaxt sevdiyi qadını o kateqoriyaya aid etmirlər. Ona görə də kəsinliklə %100 sevdiyi qadını heç bir zaman o yerə qoymurlar. Yəni, ilk görüşdə, ilk mesajlaşmada öpmək belə ağlından keçmir. Buna görə də diqqətli olun, əziz xanımlar. Özünüzü istifadə olunmuş bir kağız parçası etməyin. Bu qədər.